Ali Məhkəmədə Tovuzda 2 ahıl qadının qətlə yetirilməsi və evin yandırılması ilə bağlı təqsirləndirilən dəstə üzvlərinin kassasiya şikayətinə baxılıb. Hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən iclasda şikayət təmin edilməyib. Cinayət işində əsas epizod 3 il əvvəl Tovuzun İbrahim Hacılı kəndində 68 yaşlı Yaqut Quliyevanın evində yanğın baş verməsi ilə başlayır. Yanğın söndürüldükdən sonra Yaqut Quliyeva və yaxın qonşusu 70 yaşlı Həqiqət Cabbarovanın yanmış meyitləri aşkar edilib. Prokurorluğun keçirdiyi istintaq əməliyyat tədbirləri nəticəsində cinayətin üstü isti izlərlə açılıb. 19 yaşlı Emil Əliyev və 17 yaşlı Vaqif Alışov oğurluq məqsədi ilə evə giriblər. Yaşlı qadınların onları görməsi səbəbindən hər iki şəxsi bıçaqla öldürdükləri, sonra izlərini gizlətmək üçün evi yandırdıqları müəyyən edilib. Araşdırma zamanı onların Anar, Samir, Roma, Naməddin və Novruz adlı şəxslərlə birlikdə digər oğurluq cinayətlərində də iştirak etdikləri müəyyən edilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emil ömürlük, Vaqif isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Digər dəstə üzvlərinə oğurluq əməllərinə görə 2 ildən 9 il 6 ayədək həbs cəzası verilib.